Bu qış 3 bürc üçün əla olacaq. Sevgi və pul. Bu qış 3 bürc üçün fövqəladə olacaq. Hər şeyi dəyişdirəcək sevgi və tam doğru anda gələcək pul gətirəcək. Əgər siz bu 3 bürcə aidsinizsə, əsl sehrə, xəyalların gerçəkləşəcəyi bir vaxta hazır olun. Oğlaq, soyuqda belə isinən sevgi. Oğlaqlar, uzun müddətdir ki, ətrafınızda divarlar qurursunuz. 2025-2026-cı illərin qışı sizə bir baxış və ya təbəssümlə onları dağıdacaq birini təqdim edəcək. Ürəyinizi yeni sevgiyə nə qədər asanlıqla açdığınıza təəccüblənəcəksiniz. Maliyyə baxımından sabitlik təmin edəcək bir layihə və ya təklif gözləyin. Yanvar ayında hər şey üçün kifayət qədər pulunuzun olacağını bilərək xərclərinizi sakitcə planlaşdırdığınızı düşünün. Ox atan, gülümsəyərkən pul gəlir. Ox atan, şənlənməyiniz əsl maqnitə çevrilir. Şəxsi həyatınız ehtiras və həqiqi duyğularla dolu həyəcanlı bir macəraya çevrilir. Qış gözlənilməz maliyyə imkanları, maaş, hədiyyə və ya xoş gəlir gətirir. Təsəvvür edin ki, fevral ayında çoxdan arzuladığınız əşyanı vicdan əzabı çəkmədən alırsınız. Xərçəng, ürək nəhayət sülh tapır. Çətin aylardan sonra qış xərçənglərə sakit və etibarlı bir sevgi gətirəcək. Bir tərəfdaş və ya yeni bir sevgi onlara drama olmadan sevildiyini hiss etməyin mümkün olduğunu göstərəcək. Pul ailə və ya birgə layihələr vasitəsilə gələcək. Mart ayında bir evə və ya səyahətə investisiya qoyduğunuzu, daxili harmoniya hissi keçirdiyinizi düşünün. Qışın hədiyyələrindən necə yararlanmaq olar? Hər şeyin baş verməsini gözləməyin. Qış xoşbəxtliyi ünsiyyətə, fürsətlərə və təcrübələrə açıqlıq tələb edir. Özünüzü bağlasanız, sizin üçün nəzərdə tutulanı əldən verəcəksiniz. Praktik həyat hiyləgərliyi. Hər qış ayı üçün kiçik hədəflər yazın. Bu yolla sevginin və pulun gündəlik həyatınıza necə inteqrasiya olduğunu aydın şəkildə görəcəksiniz. Əgər oğlaq, ox atan və ya xərçəng bürcündənsinizsə, qış xoşbəxtliyi bu mövsüm sizin şüarınızdır. Sevgi ürəyinizi isidir, pul isə təhlükəsizlik gətirəcək. Fürsətlərdən yararlanın. Heç vaxt belə sehirli bir qış görməmisiniz.